Deməli uşaqlar, bu əvəzlik sualında biz nəyə diqqət eləməliyik? Çox uşaq burada səhvə yol verir. Deməli, burada iç olanda, iç of olanda, boss of olanda, all of olanda, sum of olanda şagird xəbər axtarır. Amma bu cümlə özü nə ilə başlayıb, Əmirxan? Cümlə özü nə ilə başlayıb? Cümlə özü xəbərlə başlayıb da. Yəni bu cümlədə mübtada yoxdur. Yəni letdən sonra gələn əvəzlik artıq tamamlıq rolunu oynayacaq. Yəqin mürəkkəb tamamlıqda görmüsünüz də let feili, sonra letdən sonra gəlir isim, əvəzlik və s. Sonra to-suz feil və s. Deməli biz burada ilk öncə nə eləməliyik? Burada of'u görürük. Evdən sonra of gəlməz, bunu çıxırıq. Sonra own project. Yəni burada artıq şəxsi layihə, ismi birləşmə var. Hörsdən sonra nə gəlirdi? İsimsiz gəlir də. Bunu nə edirik biz? Çıxırıq. İndi burada bir məsələ var. Deməli, boss nə deməkdir? Hər iki. Yəni mühəndislərin hər ikisi deyirəmsə, layihə kimin olmalıdır? Onun yoxsa onların olmalıdır? Deməli, hər iki mühəndis deyirsə, layihə onların olmalıdır. Yəni burada hörün yerinə olmalıdır? Zero olacaq da, elə deyil. Ona görə də bu variant da getdi. İndi baxın, A variantına və Y variantına diqqətlə baxın. Deməli, all of the engineers nə deməkdir? Mühəndislərin hamısı. Mühəndislərin hamısı, bax, layihə hazırlayırlar da, elə deyil. Burada layihənin sayı neçədə nədir? Yəni, bütün mühəndislər öz şəxsi layihəsini hazırlayırsa, layihələrini hazırlayırlar. Yəni, əgər bütün mühəndislərdən danışıramsa, elə deyil, özlərinin şəxsi layihəsi yox, layihələri olmalıdır. Ona görə də, yəni burada cəm olsaydı, cavabımız Y, yəni project sözü burada cəmdə olsaydı, doğru cavabımız Y olacaqdı. Cavabımız A variantıdır. Yəni hər bir mühəndis, yəni icazə verin hər bir mühəndis ayrı-ayrılıqda öz layihəsini eləsin, hazırlasın. Doğru cavabımız A variantıdır.